İndi gələk qısa bir video yayınlayım. Gələk o hikmətdir, sökümətdir. O sökümət sözündə ö hərfinin yerinə i də qoya bilərsiniz. İ hərfi. Onda olacaq hikmət. Bu çakal tərbiyəsiz, ən birinci, ən böyük vətən xaini və ən başda gedən vətən xainlərinə kölə kimi, qul kimi xidmət edən gözü kölgəli alçaq nazir. Görüşdə Berlində güya bu bomba oğlandı. Tural Sadiqlinin cavabını verdi. Nə bilim, Tural Sadiqlini müzakirə edən gədə-güdələrə deyirəm. Tural Sadiqli onu yaxınlaşdı. Belə oldu, heyli oldu. Hikmətdir, nədir? O Turalın elə cavabını verdi ki, Mars elədi, nə elədi? Çakal, ay oğraş, ay binamus hikmət. Tural Sadiqli hansı xainliyi edib? Hansı vətəni satıb? Necə satıb? Tural Sadiqli ömrü boyu son neçə ildə də, yəni mən tanıyandan mübarizə aparır haqq üçün, ədalət üçün. Necə aparır, harda aparır, hansı yolla aparır, bunu müzakirə etməyəcəyik. Və sənin də cavabını yetərincə verə bilmədi. Çünki Tural Sadiqli mən deyiləm. Orada səsimi yüksəldəm və cavabını verəm ki, ay alçaq, şərəfsiz, bir qeyrət, nazir. Mən hansı xainliyi etmişəm ki, sən mənə onu töhmət edirsən. Mən sizin haqsızlığınızdan başımı götürüb gənc olarkən qaçmışam. Normal yaşayıb, haqq, ədalət, normal səviyyədə, bərabər səviyyədə bölünən bir ölkəyə sığınmışam. O ölkə də indi oğraş çıxıb, sizin poxunuzu yeyir Almaniyanın bütün məmurları. Bu öz yerində və bu güvənci siz Almaniyadan ya başqa qərb ölkələrindən Azərbaycana xainlik edərək, Azərbaycan xalqına məxsus olan varı dövləti onlara dağıdaraq, satılan malları ucuz qiymətə verərək bu güvəni əldə etmişsiniz və Azərbaycana xainliyi siz etmişsiniz. Azərbaycanı tərk edən insanlar Azərbaycana hansı xainliyi ediblər? Kimi satmışıq? Nəyi satmışıq? Necə satmışıq? Yoxsa sizin kimi hakimiyyətdə qalmaq üçün binamusçasına 4000 övladımızı şəhid etdiniz. 10 minlərlə övladımız invaliddir, vətən müharibəsi iştirakçısıdır, əlildir və haqlarını da bugünə qədər durmadan həyasızcasına, namussuzcasına basıb yeyirsiniz. Ay alçaq, şərəfsiz nazir, çakal hikmət. Sən hansı üzlə, hansı şərəflə bu namussuz sülaləyə xidmət edən nazir deyirsən ki, ən böyük günah, ən böyük qəbahət vətənə xəyanətdir. Biz hansı xəyanət etmiş ya, binamus? Mən orada olaydım, sənin cavabını verərdim. Tural Sadiqli mənim kimi vermədiyinə görə hamı götürüb Tural Sadiqlini müzakirə edir. Hansısa bir qopanaq hikmət Turala cavab verib. Mən xatırlayırsınızsa çıxmışdım İlham Oğraşın qabağına, namussuzun qabağına. Mənim adımı qoydunuz, söyüş var, videoda nə var? Halbuki mən orada heç bir söyüş söyməmişdim. Və bunu ortalığa atan da oldu. Meydan TV kimi haqq ədalət davamçısı jurnalistlərin, nə bilim nələrin oyuncağında üzvü olanlardan dedilər ki, söyüş var, biz bunu paylaşa bilmərik. Paylaşımları da pul qarşılığında sildilər hamısını. Sonra da götürdülər bircə həftə sonra Kamil Zeynallı ilə Ata Abdullayevin ana-bacı söyüşünü videoda paylaşdılar.
Bunu da gönderdim hemen o ağzı cırıq Meydan TV2'ye, dedim ki bax bunu niye paylaşırsınız? Söz tapa bilmedi. Çünkü bunların ellerinde tutursan bu hakimiyetin ve bu hakimiyete işleyen sukaların. Deyirlər ki badımcandır, soyuruq dolma bişirin. Ona göre de gelin siz Tural'ın edebilmediğini müzakere etmeye əvəzinə Tural pisdən yaxşıdan 10 ildir, 13 ildir, 14 ildir o ortada mübarizə aparır. Necə aparır yenə deyirəm, o başqa məsələdir. Amma Tural kimi satıb, nəyi satıb? Hansı vətəni satıb, hansı xainliyi, xəyanəti edib? Ay alçaq, sən onun üzünə deyirsən ki, ən böyük xəyanət vətəni satmaqdır. Məndən bu qədər. Başınızı, üzünüzü, gözünüzü yaxşı bir yuyun, tumarlanın, sonra çıxıb ağzınıza gələni danışarsınız. Azərbaycanın ən birinci xaini Əli Paşayevlər sülaləsidir və ona sərhasər xidmət edən şərəfsizlərdirlər.